Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırılması üçün hazırda iki ölkə arasında sərbəst ticarət sazişinin imzalanması imkanları qiymətləndirilir. Bunu İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin 6-cı dönəm seçkili ümumi yığıncağında bildirib. Onun sözlərinə görə sazişin iqtisadiyyata təsiri ilə bağlı məlumat mübadiləsi aparılır və güzəştli ticarət rejiminin işğaldan azad olunmuş ərazilərdə istehsal olunan məhsullara şamil olunması müzakirə olunur. Türkiyə bizim ikinci əsas ticarət və ixrac tərəfdaşımızdır. Ötən il ticarət dövriyyəmizin dəyəri 6,1 milyard ABŞ dolları. Bu ilin yanvar-aprel aylarında isə 2 milyard ABŞ dollarına yaxın olub. Biz dövlət başçılarımızın qoyduğu 15 milyard ABŞ dolları dəyərində ticarət dövriyyəsi hədəfinə nail olmaq üçün bütün səviyyələrdə intensiv çalışırıq. Bu müstəvidə preferensial ticarət sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılması nəzərdə tutulur. 2023-cü ilin iyun ayında Türkiyədə fəaliyyətə başlayan ticarət nümayəndəliyi bu prosesə töhfə verir, deyə nazir müavini qeyd edib. Onun sözlərinə görə hazırda Türkiyə şirkətləri Azərbaycanda energetika, sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat, əczaçılıq və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Bizim sənaye parklarında rezidentlər aktivdir, sayları dinamik şəkildə artır və bu sistematik xarakter daşıyır. Rezidentlər gəlir, əmlak və torpaq vergisindən azad olunmaqla yanaşı 10 il müddətinə bir sıra imtiyazlardan da istifadə edirlər. Sənaye zonalarında Türkiyə kapitallı şirkətlərin iştirakı ilə reallaşdırılan layihələrin investisiya dəyəri 10 milyonlarla dollarla ölçülür. Bir sıra yeni qurulmuş müəssisələr məhsullarını artıq ixrac etməyə başlayıb.